Hamımıza da salam dostlar. Bugün sizlerle beraber gördüğünüz kimi neydi yalandan çıxdı. Hə, bunu da sizlərlə beraber gördüğünüz kimi bir günüm necə keçir vlogu çəkəcək uşaqlar. Yəni bir gün ərzində, daha doğrusu tam bir gün çəkməyəcəm. Yəni əlimdən gəldiyi qədər çəkə bilərəm bir günümü. Şimdi bir gündə nə edəcəm uşaqlar mən? Mesela ne yediğimi sonra yani videomu ben kapattığımda ne oynadığımı ne elədiyimi onların hamısını size göstereceğim. Bu arada videomu siz məncə belə olandan gəlmə sizə like up takip etməklə çox netləşdirmir. Şimdi sizlerle ben gireceğim. Şimdi ne yediğimi göstereceğim. İndi onu birazdan göstereceğim. Ne yediğimi sonra ne bileyim İdman zad eləyəcəm. İndi onu da idmana getməyəcəm. Yox, amma evdə eləyəcəm. Evdə mənim alətlərim var. Onlarla bir 4 set və 20 dəfə zad eləyəcəm, yəni ki bugün pozacıq 100% yəni. Şimdi bugün pozacıq dönər zad yeməyə gedəcəyik. Çünki həqiqətən sizə nə yalan deyim, mən bir həftədir dönər yemirəm. Həqiqətən sizə mən nə yalan deyim, bir həftədir dönər yeməyəm. Bugünlük pozarıq, idman zad eləyəm, amma bir 2 saat zad keçər sonra elə gedərik. Çünki yani şey olmayadı yani promo idman eləyən kimi getib yesək bundan olacaq nəsə gizləməyək. Şimdi uşaqlar indi mən səhər nə yedimi sizə hızlı bir şəkildə göstərirəm. İndi baxın görün nə yeyəcəm. Və dostlar gördüyünüz kimi indi hızlı bir şəkildə mən sizə indi səhər şu an saat neçədir ki bir dənə. Saat gördüğünüz gibi 9:45 mən dünən gecə neçədə yatdım ala. Hə mən dünən gecə 00 nə bilim bir 30 zad arası yəni belə 12 yəni de birin yarısı zad yatdım mən gecələri. Şimdi saat 9-da öldüm niyə bilmirəm. Necə belə oyandım bilmirəm. Şu an mənim uşaqlar səhər yeməyim nə olacaq? Gördüyünüz kimi burada bir dənə Nesquik var. Bir dənə də burada 1.5 ərzində belə az yağlı bir dənə belə süd var. Sonra mən indi bu südü ilk şu ortasını belə deşəcəm şurasını. Deşəcəm, sonra onu belə qatacağım. Sonra üstüne Nesquik, sonra onu da belə yeyəcəyik rahat. Orada uşaqlar, baxın sizə bir şey göstərmək istəyirəm. Şu oğraş, bu arada bu yumurtadır, yəni belə Novruz bayramında işlədirəm. Bu arada uşaqlar, sizə demək istədiyim bir şey var. Hamımızın bayramını təkrardan təbrik edirəm. Hamımın bayramı təbrik edirəm. İşte bu qədər hə. Baxın bu yumurta var ya, 15 dənə ben yumurtanı götürdüm. Buna vurdum. Qırılmadı, yəni qırılmaq bilmirdi uşaqlar. İnanmırsınızsa bir an dur ha. Baxın burası qırıq deyil. Şu an sallanır ekran deprem. Baxın, görən nasıl qırılacaq. Sən zarafat edirsən məndən. Baxın heç bir zərər yoxdur. Belə kamera belə netləşdirib nə erməni. Heç nə yoxdur. Sapa sağlam bir şeydir. 15 tane yumurta qırılıb. O da yumurtaların da belə papağı var. Oha, buna bax. Bu vapşe mi dağıldı be bu Allah haqqı. Mən bunu qırana qədər 15 dənə part edəcəm. Neyse, onun da papağı var belə şeydir. Neyse, gizləməyəm. Hızlı bir şəkildə uşaqla mən yeməyimi belə qoyum. Sonra göstərəcəm. Sonra belə nə yeyən. Daha doğrusu mən hamı eləyir də, yəni onu təkcə mən eləmirəm. Nə izlədiyimi də göstərəcəm. Şimdi açaq hızlı bir şəkildə lak. Nə izlədiyimi göstərəcəm. Ananı babanı futbol açdı. Mən bunu dəyişdirib gəlirəm. Ve dostlar gördüğünüz gibi televizyon kodunu alım. Gördüğünüz gibi ben birinden rahat indi bədənə vuracağım. Gedəcək bu indi bir anlığına qurtaracaq yani bu. Biraz çok tökdüm ya. Daşır Nənəvi baba bu arada baxın görün nə izləyirəm uşaqlar burada. Dream'i izləyirəm. Dream'i bilməyənlər üçün deyirəm. Minecraft'ın baxın neçə abunəsi var bunun. Oha, bir videosu uşaqlar 51 milyon görüntüləmə alıb valla. Sizə nə yalan deyim. Mən niyə bunu izləyirəm? Yəni mən arada bir uşaqla belə boş vaxtım olanda belə otururam belə Manhunt izləyirəm belə yəni onu çəkdi belə Manhuntları. Amma gəlində başqa bir şey izləyək. Durun bir dəqiqə. Təbii ki uşaqlar mən belə bekarçılıq olanda zad eləyəndə, bekarçılıq olanda gəlirəm belə videolarımı zadımı izləyirəm, belə öz videomu həqiqətən belə ləzzət eləyir. Baxın uşaqlar, mənim bu yadınıza düşün mən demişim belə vlog çəkəcəm, sonra çəkə bilmədim. İndi ən böyük vlog çəkdim 22 dəqiqə 14 saniyəlik. Baxın belə onu mən belə yaxınlaşdıra bilirəm. Bax 64 görüntüləmə alıb uşaqlar. Hamınıza çox təşəkkür edirəm həqiqətən. 64 görüntüləmə alıb, amma onu bir yana qoysaq, qısa patamdar vlog isə 32 görüntüləmə alıb. Onun üçün də sizə təşəkkür edirəm. Hamısını bir yana alaq uşaqlar. Bax, hamısını bir yana alaq. Baxın, şu video, bax düz şu video bax. Allah əlim kameraya gəldi. Nəysə. Hermit'in qılıncdan aldı. Shadowfight 2 part 9. O videoya baxın görün neçədir. 81 görüntüləmə. Niyə bilmirəm amma desən o video həqiqətən qlobal olub deyə hamı belə izləyib.
Nəysə, şimdi mən buradan belə nasıl videomu izləyim, belə ən son atdı. Bu şu günlük vloqlarınızda bir yağ izlədim. Və hansını izlədim? Mağaralara keçdik. Baxın, bunu izləməyi unutmayın uşaqlar. Nə bilim, bu Red Bull qurtarmaq üzrə. Nəysə, hızla mən bir dənə izləyə şunu bir dənə basın bədənə. Sonra artıq da nə edəcəyimizi planlaşdıraq da daha doğrusu. Görüşmək üzrə. Yeyim qurtarım, gəlirəm. Və dostlar, gördüyünüz kimi artıq mən yedim, qurtardım. Yani partlayıram həqiqətən, çünki o kadar insan az yemək yeməyə başlayandan sonra həqiqətən az yedikdən sonra baxın burada bitirdim də. Necə göstərim ala bunu? Südünə zına hər şeyinə qədər içdim. Nəsə girəmək. Şimdi uşaqlar, mən buradan sonra bir dəqiqə. Neyse gizləməyə, indi mən buradan sonra uşaqla birini, şu an saat neçədir? Şu an saat 9'dan tam 10 deyir indi. Bir yarım saat zat keçsin, yarım saat zat keçdikdən sonra indi mən götürüb idman zad eləyəcəm. İdman zad eləyəcəm, sonra idmandan sonra bəlkə biraz oyun zad oynayacağım. Onları da sizə əlimdən gəldiyi qədər göstərməyə çalışaram. Oyun zad oynayarıq, sonra mən belə çıxaram çölə görüm nə var nə yox, belə dönər zad almağa gedərik. Təbii ki idmanı elədikdən sonra 1-2 saat zad keçsin sonra edəcək. Çünki idman elədikdən sonra geçsək, yani bildiniz demeyeyim indi. Neyse indi mən buralarda da yığışdıracağım. Sonra gedəcəm biraz uzanacağım. Biraz keçsin, bir 5-10 dəqiqə zad keçsin. Sonra açacaq artıq zad idman zad eləyərik. Görüşmək üzrə. İdman eləyəndə görüşərik. Və dostlar, gördüyünüz kimi artıq bayağı bir keçdi. Mən nə bilim, dedim 5 dəqiqə zad keçər, sonra açaram videonu. Götürmüşəm, o qədər video baxdım, odaqlandım həqiqətən. Ona görə bayağı bir 40 dəqiqə zad keçdi. Artıq nə qəşəngdir, onsuz 40 dəqiqə zad keçməsi qəşəngdir məncə. Şimdi mən telefonu bura qoyacağam. Baxın bir siz hansını edim. Sizə bir dənə göstərim bir dənə. Şöyle bir dənə götürüm əlimdədir bu dəqiqə. Baxın uşaqlar. Çox ağırdı bilirəm. Məsələn, indi siz eləyəndə indi görəcəksiniz. İndi ondan mən nə qədər eləyim? 4 set bir 16 dəfə eləməyə düşünürəm. Yəni hamısından, yəni 4 set deyək ki, 4 set eləyirdi. Yəni hamısından 16 dəfə eləyəcəm. Şimdi hızlı bir şəkildə mən eləməyə başlayım. Əlimə o balaca əlcəkləri taxacağam. Naşınqı taxacağım, belə mahnıya qulaq asacağam. Tabii siz izləyəndə mən belə sakit qalmayacağım da, yəni siz ora bir dənə mahnı qoyacağım. Siz elə izləyin. Telefon düz bax belə qoyacağım. Belə qoysam qəşəng görsən də, belə qəşəng, çox qəşəng. İnşallah belə qoyacağım. Şey olacaq. Nəsə indi mən bir dənə bu əlcəyimiz adımı taxım. Çünki elə olmasa pis olur məncə. Gəlirəm indi. Və dostlar, gördüyünüz kimi şunları geyindim. Çünki bunlar həqiqətən ağzımda erməni oxşuyuram uzaqdan baxanda. Nəysə. Gizləməyək, ben qapını örtüm, normalni. Şimdi bundan dediyim kimi 4 set 16 dəfə eləyəcəm. İndi başlayaq. Siz burada hızlı belə mahnılı bir şəkildə izləyəcəksiniz. Hızlı bir şəkildə başlayaq. Şundan şimdi taxın bura. Tamam, başlayaq. İndi bir dəqiqə. Telefondan qəşəng siz belə ləzzətli görə bilərsiniz deyə. Belə qəşəng görsən hə. Ha. Tamam. Belə başlayaq. Dostlar, gördüğünüz gibi bir set kurtardı. Kaldı 3 set. Tabi düşünürəm sonra bir 4 set eldən sonra biraz dincəlim. Arda məncə eləməyək. Biraz dincələrim 2-3 dəqiqə. Sonra devam edərik. Şimdi biraz mən dincəlim. Gözləyim dəqiqə. Dostlar, gördüğünüz gibi sonuncu seti keçirik. Bunu da eləyəcək. Sonra biraz da eləyərəm də onları çəkməyəm də lazım deyil. Ay, mən isinmədən elədiyim üçün şu an buralar çox pis ağrır yəni. Həqiqətən tərpədə bilmirəm. İsinmədən qoyun kimi elədiyim üçün malam Allah haqqı mən. Belli sert, abiler mert, İstanbul, Ankara, İzmir'den geldik. Eləmədiyim üçün pis oldu. Hə, indi hazırsınız, son set. Dostlar, bu set de kurtardı. Biraz terledim. Neyse. Şimdi ben birazdan bir de eləyəcəm. Doğrular göstermeyeyim de lazımsızdı bence. Biraz da idman ben burada evde eləyim. Sonra indi buradan hara gedərik? Bir də naşlıq çıxardım da hə.
Şimdi buradan sonra indi haya yedirik. Buradan sonra çölə çıxanda uşaqlar sizə deyəcəm. Buradan sonra bir dənə restoran edəcək. Orada nəsə yemək zad yeyə biləcəyik. Sonra axşam evə gəlib oyun zad göstərərəm. Nəysə. Görüşmək üzrə. Çöldə görüşərik. Bir də mavil eləməyim də bir dəqiqə. Hə, dedim ki videonu belə mavənlə qapatayım. Hızlı bunu çıxartdım gəldim. Hə. Şimdi çöldə uşaqlar görüşmək üzrə. Bu dostlar gördüğünüz kimi indi artıq ben daha sonra çöldəyim, indi burada dostumla beraber gedirəm. Nefis'te daha sonra indi restoran adı Nefis'te. Gidiyoruz görün ne yeyirik, ne yemirik. Onlar baxa yeyib çıxdıqdan sonra ondan sonra PlayStation edəcək. Bəlkəm harınlayacaq. Sonra bəlkəm getdik çöldə zatda gəldik. Bəlkəm patamda ətrafını biraz gəzəcək elədik. Neyse indi restoranda atacağım uşaqlar. Bu dostlar gördüğünüz kimi indi şeydəyik bu dəqiqə. Nefisdəyik artıq. Şimdi sən mən də almışam. Fringe ləzzət qalmır. Bir dənə dönər yeyib çıxırıb baxsırıq bayra. Şu an ben bir dənə şöyle burada sizə menü də göstərim. Şimdi uşaqlar gördüğünüz kimi burada toyuq dönəri böyük 3 manatlıq. Şu an məndə 7 manat 50 qəpik var. 3 manat buradan girdi bizə. Şimdi toyuq dönəri alacağım. tamam bir dənə toyuq dönər. Bəs nə içməyə nə deyə? Yox. Banka nədir? Ola kola banka var. Bir dənə də şey alacağım. Ayran. Neyse uşaqlar mən bir dənə buradan kola 0.5 litrlik deyirəm bir dənə. O neçədir? O da 1 manat 30 qəpiyə. Neyse bunlar deyək. Yeməklər gəldikdən sonra videonu təzən açarıq. Sağ olun. Və dostlar gördüyünüz kimi indi dönərimiz gəldi bu dəqiqə. Burada vəhşi boyda bir dənə. Mən free dedim bu vəhşi demədi. Neyse indi oturub yeyəcəyik. Şu qoyunu belə rahat. Bu da qoyub mən də. Belli sert, abiler mert. İstanbul, Ankara, İzmir'den. Dostlar mən bu yerini çəkməyəcəm çünki Mən də. bağlayıram dostlar. Yox bir dəqiqə PlayStation. O ağzımda yemək vardı, kəsdim oranı. Şimdi sizə göstərmək üçün sizin canınızın çəkməsini istəmirəm çox belə. Şimdi bütün bizim yeməklərimiz qutarandan sonra, biz yeyib qutarandan sonra görüşərik. Şimdi hələ pis oldu məncə də belə. Çünki biz buradan çıxan sonra PlayStation edəcək dostumla beraber. Orada videonu açaram və çöldə zadda açaram. Görüşmək üzrə. Dostlar gördüğünüz kimi çıxdı. Çok kışkırdım biraz. Neyse cildəmiyək. Gördüğünüz kimi uşaqla buradan dostumla beraber şey gedirik. PlayStation edirik. Sadəcə mən bir dənə gedim kartdan bir dənə pul çıxardacağım 2-3 manat. Sonra neyse. Pul çıxardacağım. Sonra gedəcək orada PlayStation orada ne oynadığımızı çəkəcəyik, ne oynamadığımızı çəkəcəyik, ne oynamadığımız neydi ola. Neyse. PlayStation'da görüşər uşaqlar. Bu dostlar gördüğünüz kimi sizlərlə beraber PlayStation'a geldik. Şu an bir dənə belə ışıqlı bir dənə led ışıqlı bir yerdəyik. Şu an gözüm dağılır. Girəməyək. Şimdi burada ne oynuyoruz? Biz burada gördüğünüz kimi. Bir dur da Allah, mən burada mənə çəkir. Beni mi çekiyorsun kardeşim? İndi burada şey oynayacağız uşaqlar. Mortal Kombat 11 oynayacağız. 3 mutlu sonucu göstərəcək sizə. Görüşmək üzrə. Və dostlar gördüğünüz gibi mən dostumu tuttum. Şimdi bir dənə finisher eləyəcəm ona. Bundan sonra PES-ə keçirik bir dəqiqə. Nədir? Uzaqdan, tamam anladım. Uzaqdan bir dənə bu. Okey, bir dənə bir baxaq. Öldü. Uy nənə. Yadıma düşdü. Uy tamam, telif yedi. Neyse uşaqlar indi PES-ə keçirik. Və dostlar gördüyünüz kimi sizlərlə beraber artıq PES-dəyik. Bu Paris'i seçdi. Mən də artıq Paris, mən də eyni Paris seçdim çünki başqa takım yoxdur, belə ləzzət edir. Nəysə, artıq indi oyuna keçək. Oyunda görüşərik. Oyun skoru bitdən sonra mən videonu açaram. Görüşərik. Və dostlar gördüyünüz kimi artıq indi qurtardı. Paris vs Paris. Gördüyünüz kimi mənim dostum 2 uddu. Daha udmadı. O 2 gol vurdu. Mən də 3 gol vurdum gördüyünüz kimi. Şimdi bu oyun sarmadığı üçün sizlərlə beraber bir dəqiqə gözləyəcəm narahatam. FIFA keçəcəyində hızlı bir şəkildə. Nəysə. Görüşmək uşaqlar FIFA'da daha oyun qurtardıqdan sonra görüşərik. Və dostlar gördüyünüz kimi indi artıq sizlərlə beraber bu dəqiqə çox yaxınlaşdırdım. Valla bu nədir? Bir dəqiqə biraz uzaqlaşdıraq. Gördüyünüz kimi indi biz FIFA 23'e girdik. Burada indi FIFA Dünya Kupası oynayacağıq. Burada mən Portekizəm, mənim dostum isə Arjantin olacaq. Şimdi biz oyun qurtarandan sonra
Onun səsiydi o. Oyun qurtarandan sonra bizə sonuçlarını sizə göstərəcəm. Sağ olun. Dostlar, gördüyünüz kimi indi bir biz şeylədik, necə deyim, bir nə oynadıq? Hə, biz bir PES oynadıq, onu bildik. Sonra biraz FIFA oynadıq. FIFA həqiqətən sarmadı, belə ləzzət eləmədi. Sonra biz Call of Duty-yə keçdik, biraz da Call of Duty oynadıq. Mən 12 dəfə adam öldürdüm, 12 dəfə bunu öldürdüm. O bu da 11 dəfə məni utdu. Daha doğrusu mən utdum, nə belə deyim. UFC 4 oynayırıq. Ama tutma, vaxt tutarması vuracaqdım. Hə, Allah son anda qaçdım orada. O bunu da iyi sport edim nəsə. İndi burada UFC oynayaq, biraz dava eləyək. Skorunu sonra bəlkə göstərə bilsək göstərərik. Sağ olun uşaqlar. Və dostlar, gördüyünüz kimi artıq indi biz UFC bayağı bir UFC oynadıq həqiqətən dostumla bərabər. Ya bir o odur, bir mən oduram. İndi biz siz kim elədi? İlk başda ay Allah getdi gülməkdən uşaq Allah haqqı. Belə lıq belə uşaq kimi yumruq ağzıda getdi gülməkdən bax. İndi bu son oyunumuzu oynadıq. Mən utdum, o uduzdu gördüyünüz kimi. Mən Leon Edwards'la UFC-nin mən də biraz çox uduzdum. Leon Edwards'ı gətirmişəm, dünya şampiyonu. Bir dənə bu da bu eşək Conor McGregor'a gətirdi. Burada əyləndi, elədi. Neysə. İnşallah çölə çıxırıcı da sarmadı ki. Çölə çıxanda görüşərik. Və dostlar, gördüyünüz kimi də artıq bu dəqiqə çıxdıq. Çox günəş var. Sevməyi kim? Neyse, şimdi uşaqlar buradan gedirik indi bizim markete. Burada bir tane market var. Gedirik oradan gör ne alabilir, onları da çəkəcəyik. Sonra artıq da videonu da sonlandırır. Uzun oldu həqiqətən. Neyse, bizim markette görüşərik. Və dostlar, gördüyünüz kimi indi artıq marketdəyik. Dostum da burada, o da özünə video çəkir. Onun kanalını takip etmeyi unutmayın. Şimdi uşaqlar buradan ne almağı düşünürəm? Bir də kart görsən, ananı, babanı, karını, kızını. Neyse. Burada bir de ayran var. Bakın en iğrenç ayran burada. Zehlemlidir bundan. Türk ayranıymış oysa ki. Şimdi bir de ne Allah. Bir tane bundan aldım uşaqlar. Milla naneli ayran. Balaca. Bir tane bundan aldım. Bir tane de ne aldım diye düşünürüm. Bir tane bazıyla böyle yemeği ne var ki böyle. Bu da ayran aldı. Ne Allah ya. Bir dakika. Dur. Cips alaq. Hadi ne diyeyim? Getdik. Sən nə qədər pulun var ki? Vapşem, normal bir dənə fanat alaq gedək. Həri. De götür bunu, getdik. Ağzından iyi gəlir. Ləzzət eləyir. Bak içeyini sən bakır. Onda nə al? Və dostlar, gördüyünüz kimi dostum özünə bir dənə lis aldı, bir dənə də balaca ayran. Mən də bir dənə 375 millilitrli bir dənə ayran, bir dənə də bundan aldım. Kuruş. İndi bir dənə bundan aldım. Ye söhbət zad eləyəcəyik. Sağ olun. Görüşərik, oturacağımız pul yoxdur. O sənin mən gəl. Və dostlar, gördüyünüz kimi indi şeylədik. Marketdən çıxdım, mən bir dənə aldım, bir kule kuşdu. Ananı babanı çeki bıraxmaram heç yerə. Çeki ölsəm də bıraxmaram. Biz mal kimi siz nə elədik? Elə bir biz marketə girmək istədik, pulumuz yoxdur, gedib pul çıxardıq. Biz o qədər qoyun başıq ki, gedib yəni o kartdan vurmaqdansa, gedib pul çıxarmaya çalışırıq. 15 saat əsəbim pozur həqiqətən uşaqlar. Neyse, indi gördüğünüz kimi de aldıqlarımı deyim sizə. Bir tane bu, yani arkada bir de ananı kulak çektir. Bir tane de bu ayran. Bunlarla bəslənəcək, daha doğrusu bəslənməyəcək, videonun sonuna gələcək. Sən nə olub? Bu uşaq xəstədir uşaqlar, Quran haqqı, dəlidir bu uşaq. Nə olsun ala. Neyse, bu videomuz o qədər dostlar. Əgər belə videoların devamlı gəlməksə, like qapı takip atmağı unutmayın. Çünki sizin bilinçmə ədəsəniz lazımdır. İndi neydi? Çox belə bir şey değil. Video neçə dəqiqə olar ha? Mən bir evdə 4 dəqiqə, 6 dəqiqə, 7 dəqiqə çəkdimsə, ooo! Uşaqlar, o ilk çəkdiyimiz vlogdan məşəm daha çox ola bilər. Neysə, görüşmək üzrə uşaqlar. Dicli bu da, Allah bir dənə leys alıb özünə. Tıxır burada, çörəklə leys tıxır, nuş olsun. Neysə, görüşmək üzrə uşaqlar. Bunda dostumla kanalını takip etməyi unutmayın. Onlar da, nə deyirsən ha? Gimra Vovo. Ak kırmızı şey görsən. Ha. Turbanı. Bəsdir, bax bilirəm uşaqla mən deyirdi, sənin girsin. Yo. Ha. Tipine bak bir dənə. Çok pis yanı be. Turboya bak. Neyse, yiyeceğim ya. Orada dostumun kanalını takip etmeyi unutmayın. Onlar da o da video çəkir. O da vlog videolar çəkir təbii ki öz kanalında, onu da takip etmeyi unutmayın. Görüşmək üzrə uşaqlar. Bugün axşam video ata bilsəm əlimdən gəldiyi qədər ataram. Bunu yayınladıqdan sonra bu neçədə yayınlar? Bir 7-də zətdə bunu ataram da. Görüşmək üzrə. Sağ ol.